Hər vaxtınız xeyir olsun əziz abituriyentlər. Bu videoda mən sizlər üçün müəllifi Adil Allahverdiyev olan test toplusundan 32-ci sualın, daha doğrusu ontogeniz bölməsindən 32-ci sualın izahını vermək istəyirəm. Sualda deyilir ki, kərtənkələnin yumurtalının yetişmə zonasına daxil olmuş hüceyrələrin sayı 30-dur. Əmələ gəlmiş bütün qametlərdəki Y cinsiyyət xromosomunun sayı 10-dur. Y cinsiyyət xromosomunu daşıyan yönəldici cisimciklərin sayı X cinsiyyət xromosomu daşıyan yönəldici cisimciklərin sayından nə qədər çoxdur? Bilirik ki, yumurtalığın yetişmə zonasına daxil olmuş hər bir hüceyrə meyoz bölünmə ilə bölünür. Əgər 30 hüceyrə vardısa, bu başlanğıc hüceyrədir. Meyoz nəticəsində 4 hüceyrə əmələ gəldiyi üçün 4-ə vururuq. Yekunda 120 hüceyrə əmələ gəlir. Əmələ gələn 120 hüceyrənin yarısı, yəni 60-ı X xromosomu daşıyır, 60-ı isə Y olur. Məsələ şərtində deyilir ki, yəni bütün qametlərdəki Y cinsiyyət xromosomunun sayı 10-dur. Demək, 60 Y-dən 10 Y qametini çıxırıq, yerdə qalan 50 Y yönəldici cisimcik olur. Və biz bilirik ki, qametin sayı başlanğıc hüceyrənin sayına bərabər olur. Demək, başlanğıc hüceyrə 30-dur. Əgər qamet 10-u Y xromosom dəstini daşıyırsa, yekunda burada 20-si isə X xromosomunu daşıyır. Çıxırıq 20-ni, bərabərdir. Burada 40 X yönəldici cisimcik var. Bizdən isə məsələdə soruşur ki, Y cinsiyyət xromosomu daşıyan yönəldici cisimciklərin sayı X cinsiyyət xromosomu daşıyan yönəldici cisimciklərin sayından nə qədər çoxdur? Demək, bildik ki, 50 Y yönəldici cisimcik var, 40 isə X xromosomlu yönəldici cisimciklər var. Bunların da fərqi 10-a bərabər olur. Demək, doğru cavabımız olur C variantı.